Məmməd Orucun 1992-ci ildə nəşr edilmiş Köçürülmə adlı kitabında maraqlı bir povest var, Əzraillə görüş. Burada 80-ci illərin sonlarında erməni-türk münaqişəsi fonunda Azərbaycanlı şəxsin öz erməni həyat yoldaşını gizlətməyə çalışması və bu yolda öz keçmişi ilə qarşılaşması, özünün buraxdığı səhvlər, yəni qaranlıq tərəfləri ilə üzləşməsi çox maraqlı bədii dillə əks olunub. Əsərin ən kritik bir məqamı var. Ey gidi dünya dedi. Axı onun da belə bir dövranı var idi. Elə bir qəsdən ona toxunmurdular. Elə bir qəsdən ona imkan yaradırdılar ki, o çalıb çapsın, yığıb toplasın və günlərin birində hamısını tutub əlindən alsınlar. Davamında hər şeyə müntəzir Sovet adamı deyə bir qeyd var. Yəni bunun qılıncının dalının da, qabağını da kəsdiyi, hakimiyyətdə olduğu vaxtlarda hər cür saxtakarlığa yol verir və buna göz yumurlar. Sonra isə islahat, cəzalandırma adı altında tutub əlindən hər şeyini alırlar və bu da olur korrupsiyaya qarşı mübarizə. Bu sadəcə Sovet dövrünə aid bir şey olub ha. Həmçinin əsərin çox maraqlı dil üslub xüsusiyyəti var. Hal-hazırda unudulmağa doğru gedən bir çox sözlər, arxaizm və frazeoloji birləşmələr əsərdə uğurla istifadə edilib. Eyni zamanda hazırda mənfi münasibət bəslənilən çılıq şəkilçisinə dair bir çox sözlər bu əsərdə də yer alıb. Yer gəlmişkən mənim özüm üçün də çox maraqlı bir leksik tapıntı oldu. Haqq üçünə. Bu hal-hazırda haqq naminə, insafən, düzün desək ifadə formalarına sinonimdir və axtardığım heç bir lüğətdə rast gəlmədim. Kiçik bir araşdırmama görə hal-hazırda yaşlı nəslin dilində hələ də aktiv sözlərdəndir. Qeyd edim ki, Köçürülmənin müasir versiyası Çardaq nəşriyyatında da çap edilib, amma burada 92-ci nəşrində olan Əzraillə görüş və oyun havası povestləri yer almayıb.